Sabahtan bəzi ərazilərdə hava şəraiti kəskin dəyişəcək. Milli Hidrometeorologiya Xidmətindən kanalımıza verilən məlumata görə aprelin 8-i gündüz şimal və qərb rayonlarından başlayaraq 12-si gündüzə qədər havanın dəyişəcəyi, fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Məlumata görə ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli intensiv olacaq. Dolu düşəcəyi, yüksək dağlıq ərazilərə isə qar yağacağı bildirilir. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcək. Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısa müddətli sel keçəcəyi ehtimalı var. Eyni zamanda aprelin 8-də Kəlbəcər, Laçın, Naxçıvan, Şabran, Xızı, Siyəzən, Xaçmaz, Quba, Qusar, Oğuz, Qəbələ, Şəki, İsmayıllı, Şamaxı, Qobustan, Gəncə, Göygöl, Samux, Mingəçevir, Yevlax, Bərdə, Tərtər, Ağcabədi, Goranboy, Naftalan, Ağstafa, Qazax, Daşkəsən, Gədəbəy, Şəmkir və Tovuzda sarı xəbərdarlığa uyğun olaraq qərb küləyi güclənəcək. Küləyin sürəti bəzi yerlərdə saniyədə 13-20 metrə çatacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyi gözlənilən yağıntılı və küləkli hava şəraitində əhalini son dərəcə ehtiyatlı olmağa və təhlükəsizlik qaydalarına əməl etməyə çağırır. Ciddi təhlükə ilə üzləşdikdə isə 112 qaynar xəttə zəng edə bilərsiniz.